Benzin qalxdı, dizel qalxdı, hansı maşını alım ki, ekonomiya edeyim? Belə suallar çox olur. Benzin qalxdı 5 qəpik, dizel qalxdı 10 qəpik. Kobud götürək, deyək ki, bu 5-10% artdı. Əslində elə deyil, faiz olaraq azdır, amma biz bunu 5-10% olaraq götürək. O dəqiqə panika başlayır. Yəni o dəqiqə panika başlayır ki, ay aman, mənim rasxodum çoxaldı. Gedim görüm hibrid, plug-in hibrid, elektrik hardan ala bilirəm. Dostlar, benzin arta bilər, amma bu asılıdır ki, siz doğrudan da buna ehtiyacınız varmı? Məsələn, mənim kimi adam benzin 1 manat 50 qəpik də olsa, 2 manat da olsa, maşının dəyişməməlidir. Benzinli maşının dəyişməməlidir. Deyim nəyə görə? Mən ən yaxşı ehtimalda 1000 km sürürəm ayda. 1000 kilometr. 1000 kilometr 10 litrdən benzin bu eləyir nə qədər? 100 litr benzin, düzdür? Əvvəl alırdım 1 manat 10 qəpiyə, indi alıram 1 manat 15 qəpiyə. Arada nə qədər fərq var? Biri eləyir 110 manat, biri eləyir 115 manat. Yəni mənim kimi adam 5 manat fərq oldu. İndi mən panikaya düşsəm, desəm ki, ay yox, çünki ətrafda bu panika belə dalğalı yayılır. Başlayırlar ki, ay yox, mən gördüm də benzin qiymət, qardaş qalxdı 5 manat mənim kimi adamda fərq elədi. İndi bunu 2000-ə vururam. 10 manat fərq elədi. İndi bunu 3000-ə vururam. 15 manat fərq elədi. İndi bunu 4000-ə vururam. 20 manat fərq elədi. 5000-ə vururam. 30, lap belə 40 manat fərq elədi. Düzdür? 40 manat bir ildə də eləyir 500 manat. Bəli, puldur. Onunla razıyam. Amma belə bir sual verim. Mən maşını alıb satanda nə qədər pul itirirəm? Məsəl üçün, mən işlənmiş maşınımı satsam, sonra üstünə pul qoyub təzədən maşın almalıyam. Nə qədər alıb qoymalıyam? Və yaxud da yenə işlənmiş maşın alsam, hibrid alsam, kim mənə qarantiya verir ki, o maşına mən əlavə 500 ya da 1000 manat sərmayə qoymayacağam? Dostlar, bu minvalla oturub hesablaya bilərsiniz ki, doğrudan da sizin maşının texniki vəziyyəti və sizin ehtiyacınız, məsəl üçün, ola bilər ki, siz 7000 km sürürsünüz və maşına tutaq ki, tökürsünüz çox benzin. 20 litrlik benzin işləyən bir maşın var. Bu belə bir halda bəlkə də, yenə deyirəm, bəlkə də buna ehtiyac ola bilər. Bəlkə də siz bunu hesablayıb deyə bilərsiniz ki, elə mənim maşınımı alıb satmaq ortada 10.000 manat fərq eləyəcək. Elə mən lütfü bunu hər ay ekstra 30 manatımı, 50 manatımı verim. Amma bunu hibridlə, elektriklə düzəldəcəm, belə bir anlayış yoxdur. Hə, kimsə istəyirsə gedib özünə təzədən elektrik almaq ya da plug-in hibrid almaq ya da hibrid almaq. Bunun ekonomiyaya dəxlisi yoxdur. Yanacağın qiyməti qalxıb deyə mən ekonom eləyəcəm söhbəti yoxdur burada. Bunun yalnız bircə şey var. Mənim pulum var. Mən onsuz da təzə maşın almalıydım. Mən başdan seçim eləyirəm. Yəni köhnə maşınımı satıram benzinə görə yox, dizelə görə yox. Mən başdan seçim eləyirəm ki, qardaş onsuz da dəyişəcəydim. İndi yeni həyatımı hibrid ya da plug-in hibriddən davam etmək istəyirəm. Belə bu mümkündür. Amma mən benzinə görə maşınımı satım. Öz misalımda dedim də sizə ki, yəni 5 manat artıq. 2 dəfə çox sürsəm 10 manat artıq verəcəm. Mən 10 manata görə öz maşınımı dəyişmək istəmirəm. Əgər siz dəyişmək istəyirsinizsə, o ayrı bir məsələ. Bu amma ekonomiyaya aid deyil. Bu sadəcə bir istəkdir və bir dəyişimin sizin tərəfinizdən ekstra pul ödənərək qəbul edilməsidir. Bu qədər dostlar.